Salam dəyərli izləyicilər, hər birinizi xoş gördük. Yeni nəşrdən çıxmış kitabımız haqqında sizlərə məlumat vermək istəyirəm. Kitabın üz qabığı bu şəkildədir. Kitab buraxılış və blok imtahanlarına hazırlaşan 9-11 şagirdləri üçün, lisey və olimpiadalara hazırlaşan şagirdlər üçün, müəllimlər işə qəbulu və sertifikasiya hazırlaşan müəllimlər üçün nəzərdə tutulmuşdur. Kitabın mündəricə hissəsini də sizlərə göstərim. Baxın, bu bölmələrdən ibarət bütün qaydaları qeyd etmişəm. Düsturlar, teoremlər, aksiomalar, şəkillər hamısını qeyd etmişəm. Məsələn, natural ədədlər bölməsinə baxaq. Buradan natural ədədlər bölməsi başlayır. Rəqəmlər neçə dənədir, rəqəmlər haqqında məlumat vermişəm. Sonra mərtəbələr və siniflər haqqında məlumat vermişəm. Sonra onlara aid test nümunələri qeyd etmişəm. Baxın, buradan da qeyd etmişəm. Sonra 2 rəqəmli natural ədəd necədir, necə yazılır? 3 rəqəmli natural ədəd necə yazılır, neçə dənədir? 2 rəqəmli, 3 rəqəmli, 4 rəqəmli necə yazılır, neçə dənədir? 5 rəqəmli natural ədəd neçə dənədir, necə yazılır? Ən böyük, ən kiçik hansıdır? Hamısını qeyd etmişəm. Sonra onlara aid test nümunələri qeyd etmişəm. Onluq kəsrin yazılışı, Roma rəqəmləri, onun xassələrin hamısını qeyd etmişəm buradan. Sonra natural ədədlər haqqında məlumat qeyd etmişəm. Ardıcıl natural ədədlər necə yazılır? Ardıcıl cüt natural ədədlər, ardıcıl tək natural ədədlər. Sonra onlara aid test nümunələri qeyd etmişəm. Baxın, buradan hamısı qeyd etmişəm. Hər bir qaydaya aid test nümunəsi də qeyd etmişəm. Ardıcıl tam ədədlər necə yazılır? Ona aid test nümunəsi. Bəzən 1 yol, 2 yol, 3 yol, yəni müxtəlif üsulları da göstərmişəm. Tam ədədlər haqqında məlumat vermişəm. Aralıdakı tam ədədlərin sayını necə tapırlar? Sonra aralıdakı k ədədinə bölünərsə, A və B ədədlərin natural k ədədinə bölünərsə, aralıdakı k-ya bölünən tam ədədlərin sayını tapmaq üçün düsturları qeyd etmişəm, nümunələri altında göstərmişəm hamısını. Sonra tək cüt ədədlər haqqında qaydaları qeyd etmişəm. Onlara aid test nümunələri qeyd etmişəm. Ədədin bölənləri və bölünənləri haqqında qeyd etmişəm. Natural ədədlərin bölünmə əməliyyatı, məsələn, 2-yə bölünənlər, 3-ə bölünənlər, 9-a bölünənlər, sonra 5-ə bölünənlər, 10-a bölünənlər, 6-ya bölünənlər, 4-ə bölünənlər, 25-ə bölünən, 8-ə bölünən, 12-yə bölünən, 15-ə bölünən, 16-ya bölünən, 18-ə bölünən, 11-ə bölünən və s. Hamısına aid test nümunələrini qeyd etmişəm. Qalıqlı, qalıqsız bölümü haqqında bütün qaydaları demişəm, test nümunələri göstərmişəm. Buradan hamısının nümunələri göstərmişəm. Sonra sadə mürəkkəb haqqında, ədədlər haqqında məlumatı göstərmişəm, cədvəli qeyd etmişəm. Qarşılıqlı sadə ədədlərin bütün qaydalarını qeyd etmişəm, nümunələr göstərmişəm. Sonra mürəkkəb ədədlərin sadə vurğulara ayrılması test nümunəsi qeyd etmişəm. Burada nələr soruşur, hamısını qeyd etmişəm. Sadə vurğuların sayı necə tapılır, müxtəlif sadə vurğuların sayı, sadə bölənlərin sayı. Sonra natural, yəni müsbət tam bölənlərin sayı, düsturu qeyd etmişəm, nümunəni qeyd etmişəm. Tam bölənlərin sayı, həmin düsturu burada da qeyd etmişəm, 2-yə vurmuşam, baxın. Test nümunəsini qeyd etmişəm. Sadə olmayan bölənlərin, sonra mürəkkəb bölənlərin sayı, sonra mürəkkəb olmayan bölənlərin sayı, tək natural bölənlərin sayı, cüt natural bölənlərin sayı. Sonra A-dan kiçik, A ilə qarşılığı sadə olanların sayı üçün düstur qeyd etmişəm, nümunəni qeyd etmişəm. Sonra A natural ədədi, yəni natural deyəndə müsbət tam bölənlərin cəmi düsturunu qeyd etmişəm, ona aid test nümunəsi. Sonra natural bölənlərin hasilinin düsturunu qeyd etmişəm, bax bu düsturdur. Sonra ona aid test nümunəsi göstərmişəm, həm praktiki də göstərmişəm. Yəni bəzən düsturlardan əlavə praktiki izahlar da göstərmişəm. Məsələn, bax burada düsturla tapmışıq, baxın. Düsturla tapmışam 144 dənə. Sonra onu praktiki də göstərmişəm ki, yəni necə tapılır. Yəni saymaqla da tapmaq olar. Əbub və Əkob haqqında bütün qaydaları qeyd etmişəm burada. Baxın, Əbuba aid nümunələr hamısını qeyd etmişəm. Əkobu necə tapırlar, nümunələrini qeyd etmişəm. Əbub və Əkoba aid düsturlar, məsələn, birinci düstur A və qarşılıqlı sadə olarsa düsturları qeyd etmişəm. Əgər A ədədi B ədədinə tam bölünərsə düsturu qeyd etmişəm, nümunələr göstərmişəm. Sonra hasil düsturunu qeyd etmişəm. Sonra nisbət düsturunu qeyd etmişəm burada, hamısını test nümunələrini qeyd etmişəm. Sonra ortaq qrupla tapılma qaydasını qeyd etmişəm. Ona aid həm ədədlərlə göstərmişəm, həm çox ədədlərlə göstərmişəm. Sonra Əbubun
düsturunu qeyd etmişəm burada. Əkomun düsturunu qeyd etmişəm. Bunlara aid test nümunəsi göstərmişəm. Sonra kəsirlərin əbab əkomu necə tapılır, düsturunu da qeyd etmişəm. Düstur əsasən də həll eləmişəm. Praktiski də həll eləmişəm burada. Sonra faktorial haqqında məlumat vermişəm burada. Sonra cəm düsturları haqqında ardıcıl natural ədədlərin cəmi, bu düsturu qeyd etmişəm, test nümunəsi. Sonra ardıcıl ciddi natural ədədlərin cəmi, bu düsturu qeyd etmişəm, test nümunəsi. Sonra ardıcıl tək natural ədədlərin cəmi, bu düstur, bu da altında nümunəsi. Eyni ilə kəsirlər bölməsi də baxın, bütün qaydalar, düsturlar izahlı şəkildə, hamısının altında izahlı şəkildə nümunələr qeyd etmişəm. Kəsirlər bölməsinə aid baxın, material hamısı burada qeyd etmişəm. Bütün iş məsələləri, hovuz məsələləri hamısını burada göstərmişəm. Ədədin hissəsi, qarşılıqlı tərs ədədlər hamısını burada qeyd etmişəm. Sonra nisbət tənasib faiz, ona aid nə qədər qayda var, hamısını qeyd etmişəm. Bütün düsturları qeyd etmişəm. Hamısını təsvir və düzgün tənasib kəmiyyətlər, qrafiklərinə kimi, test nümunələrinə kimi qeyd etmişəm. Sonra faizə aid qaydaları bütöv hamısını qeyd etmişəm burada. Faizə aid 3 əsas qayda hamısını qeyd etmişəm. Kəmiyyətin faizlə dəyişməsi, artma, azalmasının hamısını qaydalarını demişəm. Altından nümunələri də göstərmişəm. Sonra faiz, sadə faiz artım düsturu artımda necə olur, azalanda necə olur, hamısını göstərmişəm. Sonra mürəkkəb faiz artım düsturu, artması, azalması, hərəsinə aid test nümunəsi göstərmişəm. Sonra məhlul məsələlərində qayda necə olur, ona aid test nümunəsi göstərmişəm. Düsturla da, praktiki də, bu düsturla tapılmalıdır, bu praktiki tapılmalıdır. Yəni, cəbr hissəni hamısını izahlı şəkildə qeyd etmişəm. Həqiqi ədədlərdir. Həqiqi ədədlərin içində nə qədər mövzu var, xırda-xırda hamısını qeyd etmişəm burada. Baxın, hamısını qeyd etmişəm. Bütün xassələri qeyd etmişəm burada. Cəbr hissəsi naturaldan sisliyə qədər davam edir. Hamısı izahlı şəkildədir. Hər bir qaydanın altında, düsturun altında test nümunəsində qeyd etmişəm. Tam cəbri ifadələr, baxın, hamısını qeyd etmişəm. Bir ədil nədir, çox ədil nədir, dəyişənli ifadələr nədir, hamısını burada qeyd etmişəm. Oxşar bir ədillər, bir ədilin standart şəkili, bir ədilin dərəcəsi necə tapılır, bütün hamısı əks bir ədillər, çox ədilin standart şəkili, çox ədil nədir, çox ədilin dərəcəsinin tapılması, sonra çox ədilin çox ədilə bölünməsi, çox ədilin əmsalları, yəni eynilik falan hamısını qeyd etmişəm burada. Kvadrat üçədili, müxtəsər vurma düsturlarının hamısını qeyd etmişəm. Yəni, bütün qaydaları, kvadrat üçədili iki ədilə tam kvadrat ayrılma üsuludur, hamısını qeyd etmişəm burada. Bax, cəbr hissə bu şəkildə davam edir silsiləyə qədər. Sonra həndəsə hissəsi. Həndəsənin əsas anlayışlarından başlayır. Baxın, buradan həndəsənin əsas anlayışlarından başlayır. Bütün aksiomaları hamısı burada qeyd etmişəm. Şəkilləri də çəkib göstərmişəm. Parçanın tapılması, şuşaların tapılması qaydasını demişəm, test nümunəsini demişəm. Həm də praktik qaymaqla da göstərmişəm, parçanın necə tapılırlar. Bucaqlar haqqında göstərmişəm. İti bucaq, kör bucaq, düz bucaq, qonşu bucaq, yəni qarşılıqlı bucaqlar, açıq bucaq. Hamısını göstərmişəm. Tamamlayıcı bucaq, bucağın təm böləni haqqında qaydanı göstərmişəm burada. Paraleldir, perpendikulyar düz xətlər haqqında bütün qaydaları göstərmişəm. Maildir, proyeksiyadır, hamısını perpendikulyar bunları göstərmişəm. Sonra paralel düz xəttin əmələ gətirdi, burada bucaqlar var, kəsənlə əmələ gətirdi bucaqlar. Hamısını qeyd etmişəm. Sonra uyğun tərəfləri paralel perpendikulyar olan bucaqları hamısı eyni adlı, yəni iti bucaqlar, sonra kör bucaqlar hamısını qeyd etmişəm. Sonra müxtəlif adlı iti bucaqlar, kör bucaqlar hamısını qeyd etmişəm. Sonra bucaqlarla bağlı bəzi düsturlar var. Baxın, bu hazır, bu şəklin düsturu budur, qaydası yəni. Bu şəklin düsturu da budur. Sonra bu şəklin düsturu bax budur. Bu şəklin düsturu budur. Yəni, belə məsələlər hazır topluda var. Digər vəsaitlərdə də var. Bax, bunun düsturu budur, bunun düsturu budur. Sonra bunun düsturu budur, bunun düsturu budur, çökük dörd bucaqlı. Hamısını burada qeyd etmişəm. Saat məsələlərini qeyd etmişəm. Saatla dəqiqə əqrəb arasındakı düsturu qeyd etmişəm. Buna aid testləri qeyd etmişəm. Hamısını izahlı şəkildə qeyd etmişəm. Sonra üç bucaqlar necə lazımdır? Üç bucağın tərifi, şəkili,
perimetri, daxili bucaqları, xarici bucaqları, xarici bucaq xassəsi, sonra bucaq tərəf münasibəti necə müqayisə olunur. Burada bu çökük bucaqdan yenə istifadə olunur. Üç bucaq bərabərsizliyi necə tapılır, düsturları qeyd etmişəm. Sonra iki bucağın, yəni 90-dan kiçik qarşı tərəfin tapılması, iki tərəf veriləndə həmin iki tərəf arasındakı bucaq 90-dan kiçik olarsa, üçüncü tərəf, yəni qarşı tərəf necə tapılır, düsturla qeyd etmişəm. Sonra həmin bucağın kör bucaq olduğu, yəni 90-dan böyük, onu da qeyd etmişəm. Sonra hər üçünün iti bucaq olduğu, yəni 90-dan kiçik qeyd etmişəm düsturu. Median haqqında bütün məlumatları qeyd etmişəm burada, düsturları, xassələri hamısını. Baxın, buradan da qeyd etmişəm. Tənbölən haqqında bütün düsturları qeyd etmişəm buradan. Baxın, buradan hamısını qeyd etmişəm tənbölənə aid. Bax, bunlar hamısı tənbölənə aid. Hündürlük haqqında məlumatı qeyd etmişəm. Və bunlar hündürlük haqqında məlumatdır. Bu Heron düsturudur. Bucağın orta xətti haqqında məlumatı qeyd etmişəm. Sahə neçədən yaranır burada? Perimetr necə yaranır? Bax, hamısını qeyd etmişəm. Üçbucağın növləri, müxtəlif üçbucaq, bərabər yanlı üçbucaq, bərabər tərəfli üçbucaq, qaydalarını qeyd etmişəm. Düzbucaqlı üçbucaq qeyd etmişəm. Bərabər yanlı üçbucağa aid qaydaları qeyd etmişəm hamısını buradan. Baxın, bunlar hamısını qeyd etmişəm. Sonra bərabər tərəfli üçbucağa aid qaydaları qeyd etmişəm. Sonra düzbucaqlı üçbucağa aid bütün qaydaları qeyd etmişəm buradan. Proyeksiya düsturlarını qeyd etmişəm. Düzbucaqlı üçbucaqdan median qaydasını qeyd etmişəm. Xarici çəkimi çevrə, daxili çəkimi çevrə düsturlarını qeyd etmişəm. 45-45 qaydası hamısı qeyd etmişəm düsturlarına kimi. 30-60 qaydasını qeyd etmişəm. Sonra tərəf bucaq münasibətini, sinus, kosinus, tangens hamısını qeyd etmişəm. Burada lazım olan bəzi trigonometrik düsturlar var. Bunları qeyd etmişəm. Dərəcələri qeyd etmişəm 180-ə qədər. Sinus, kosinuslar teoremin qaydalarını qeyd etmişəm, yəni düsturların. Sonra üçbucağın xaricinə çəkilmiş, daxilinə çəkilmiş hamısını qeyd etmişəm. Yəni ixtiyari üçbucağın daxilinə çəkilmiş, bu da onun düsturu, bu da xaricə çəkilmiş onun düsturu. Sonra əlavə məlumat kimi bu düsturu burada qeyd etmişəm. Burada da qeyd etmişəm, start teoremidir, düsturdur, bu da onun şəklidir. Seva teoremidir, şəkli düsturu. Menai teoremidir, şəkli düsturu. Sarnov teoremidir. Yəni üçbucaq haqqında bütün məlumatları qeyd etmişəm. Eyni ilə dördbucaqlılar, çoxbucaqlılar, dördbucaqlılar, bütün hamısı qaydaları qeyd etmişəm. Qabağa çoxbucaqlının bütün xassələrini, düsturlarının hamısını qeyd etmişəm burada. Düzgün çoxbucaqlının apofemi nədir, düzgün altıbucaqlı falan hamısını qeyd etmişəm burada. Burada dördbucaqlılar haqqında bütün qaydaları qeyd etmişəm. İxtiyari dördbucaqlının daxilinə çəkiləndə bu düstur, xaricinə çəkiləndə bu düstur. Sonra onların tənbölənlərin, yəni necə tapılır, onları qeyd eləmişəm. Sonra diaqnalları necə tapılır, diaqnalların 90 kəsməsi, iti kör kəsməsi, sonra saha düsturları qeyd etmişəm. Paralleloqram haqqında bütün xassələri qeyd etmişəm burada, şəkillərinə kimi. Baxın, hamısını qeyd etmişəm. Bütün düsturları qeyd etmişəm hamısını. Paralleloqramda nə varsa hamısını. Əsas nə varsa hamısını qeyd etmişəm. Sonra romba aid bütün düsturları, teoremləri hamısını qeyd etmişəm şəkillərə kimi. Eyni ilə düzbucaqlı da bütöv hamısını qeyd etmişəm. Kvadratda nə varsa hamısını qeyd etmişəm. Sonra trapesiya aid, ixtiyari trapesiya, bərabər yanlı trapesiya, düzbucaqlı trapesiya, nə qədər düstur var, teorem var, hamısını qeyd etmişəm buradan. Baxın, bərabər yanlı trapesiya aid qaydalar, hamısını qeyd etmişəm şəkillərinə kimi. Düzbucaqlı trapesiya aid qaydalar, şəkillərinə kimi hamısını qeyd etmişəm. Sonra xaricinə, daxilinə çəkilmiş deyəndə ixtiyari trapesiya olsun, düzbucaqlı trapesiya olsun, daxilinə çəkilmişdir. Burada yazmışam, çevrə daxilindən xaricinə çəkilmiş trapesiya. Bu daxilinə çəkilmişdir. Bütün qaydaları hamısı, çevrədə də baxın, necə lazımdır, bütün qaydaları hamısını qeyd etmişəm. Baxın, bütün çevrə aid nə qədər düstur varsa, teorem varsa, şəkillər varsa, hamısını qeyd etmişəm burada. Eyni ilə bu fiqurların sahəsi də bax, belə davamlı şəkildə qeyd etmişəm. Yəni, hazır nə qədər əsas qaydalar varsa, yəni düsturlar, teoremlər, aksiomalar hamısını qeyd etmişəm. Kitabı kim əldə etmək istəyirsə, yəni kitabdan kim faydalanmaq istəyirsə, Bakı şəhəri daxili taksi xidməti ilə çatdırılma var.
və ya metro, Qarayev metrosundan gəlib götürə bilərsiniz. Bölgələrə, rayonlara çatdırma var. Əlaqə nömrəsini də qeyd etmişəm orada. Təkrar bir də qeyd edirəm. 055 988 02 57. Bu nömrəni WhatsApp ilə əlaqə saxlaya bilərsiniz. Bura qədər sağ olun.